Vaxtınız xeyirli olsun dəyərli yoldaşlar. Mənə çox sual verirlər ki, bəs imtahansız tibb kollecindən necə qəbul olmaq olar? Belə şey mümkündürmü? Təbii ki, belə şey mümkündür. Əgər sizin kollec təhsiliniz varsa, hər hansı bir ixtisas üzrə və yaxud da ali təhsiliniz varsa, siz imtahansız tibb kollecindən tibb ixtisasına qəbul ola bilərsiniz. Bu mənim kitabımdır. Artıq çoxunla tanışdıq. Keçən ixtisas seçimi nəticəsində uğur qazanan tələbələrin siyahısı burada yer alır. Burada baxın məsələn üçün Bakı bir nömrəli tibb kollecinə qəbul olan tələbədir və burada qəbulunu alıb məlumatlar da üzərindədir. İkinci bir nümunə deməli yenə də bir nömrəli tibb kolleci tibbatçı ixtisasıdır. Bu da qəbulunu alınıb, qəbul edilib. Belə nümunələr məndə çoxdur. Ümumiyyətlə əlavə təhsillə bağlı xeyli nümunə göstərə bilərəm. Və yaxud da belə bir tələbə yenə də mamalıq işi ixtisası haradır bu? Qəbul alıb ən sonunda demək bir nömrəli tibb kollecinə qəbulunu alıb. Sonra əczaçılıq ixtisası baxın tibb deməli Bakı Tibb Kolleci bir nömrə əczaçılığına bax qəbulunu alıb. Burada hətta illəri də olmalı. Belə il yazılıb yuxarıda görürsüz. Yəni 2025-2026 yəni keçənki tədris ən son tədrisini göstərirəm. Və yaxud da burada yenə də 2 nömrəli tibb kolleci tibbatçı ixtisasıdır. Qəbul alıb, ildə hər şey üzərindədir. Yəni bu mümkündür. Neçə dənə nümunə çəkə bilərəm sizə. Və yaxud da bu tibbatçı ixtisası yenə də qəbulunu alıb. Yəni ildə var, məlumatlar da üzərindədir. Bunu paylaşmada məqsədim odur ki, bu realdır. Yəni bu imtahansız sizin hər hansı bir kollec təhsiliniz varsa, bu görürsünüz 2 nömrəli tibb kolleci mamalıq işi qəbulunu alıb. Burada hər bir məlumatlar göstərilir. Eləcə də burada şəkiyə də qəbul var. Yəni şəki də var istəsəniz. Yəni şəkildə də var. Bu tələbə qəbul olub sonra özü istəməyib imtina eləyib. Yəni qəbul ondan sonra imtina eləyib. Bura qəbul edilmədi. Ona görə yazılıb yeri gəlmişkən. Tək tibb kolleci deyil. Məsələn, siz subbakalavrınızı tutalım məktəbə qədəri qurtarmısınız, başqa ixtisasa da qəbul ola bilirsiniz. Sumqayıt tibb kolleci. Yəni burada hər bir şey, qəbul hər bir şey var. Və yaxud da İsmailli tibb kolleci. Yəni hər bir şey var. Nəinki bu burada məsələn bu tələbə mühasibat sotuna qəbul olub, hara maliyyə iqtisad kollecinə qəbul edildi. Burada məsələ nədir? Məsələ odur ki, tutalım siz subbakalavr ixtisasınız var, amma ali məktəbə girə bilmirsiniz. Digər bir ixtisas oxuyub, məsələn maliyyə ixtisasları qrupu bu baxımdan uyğundur. Yəni belə bir ixtisaslar oxuyub, qiyabi görsə bu qiyabi qəbul olub. Deməli digər ixtisaslar oxuyub ali məktəbə subbakalavr kimi seçim edə bilərsiniz. Yəni belə nümunələr çoxdur. Mümkündür bu. Əlavə təhsil üçün müraciət edə bilərsiniz. Sənəd qəbulu təxminən mayın sonları başlamalıdır. Yerlərimiz məhduddur. 051 346 1438 mobil nömrəmə müraciət edə bilərsiniz.